Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Azərbaycanın ilk inklüziv teatrı olan Əsa Teatrının hazırladığı Axtarış tamaşasının premyerası olub. Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri iştirak ediblər. Qonaqlar əvvəlcə mərkəzin təlimçi və benefisiarlarının əl işləri ilə tanış olublar. Tamaşadan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev Əsa Teatrının kollektivini yeni yaradıcılıq uğurları münasibəti ilə təbrik edib. Əlilliyi olan və olmayan peşəkar aktyorların rol aldığı Axtarış tamaşasının quruluşçu rejissoru Nihat Qulamzadə bu səhnə əsəri haqqında danışıb. İlk dəfə olaraq belə biz üsluba əl atmışıq ki, hibrid tamaşadır. Yəni bir tamaşada iki müxtəlif, fərqli, hətta bir-birinə zidd olan əsərdən istifadə etmişik ki, bu da böyük mütəfəkkir Fəridəddin Əttarın Quşların Dili əsəri və Albert Camus'un ekzistensial fəlsəfənin belə deyim öncülərindən olan müəllifin anlaşılmazlıq faciəsi əsasında hazırlanmış hibrid tamaşadır. Yəni bu bir tamaşada iki xətt, ayrı-ayrı xəttlər var. Amma yekunda biz vahid bir ideyaya birləşirik, vəhdət yaradırıq bu ideyalar içərisində və çox koloritli aktyor belə deyim heyəti var. Ümid edirik ki, uğurla baş tutacaq və uğurlu tamaşalarımızdan biri olacaq. Bir daha gün görmeyeceğim. Ey Tanrım, bu karanlığın mənası nədir? Onun təbəssümü qədər, saçları qədər uzun və qara. Bu dəfəki rolum sevgidir. Yəni birbaşa Camus'un əsərin içində, Axtarış pyesinin içində bir sevgidir. Necə deyim, çox məsum, çox sevgi dolu bir obrazdır Maria. Oynadığım obrazların hamısında biraz Lalə var da, yəni heç bir-birindən fərqlidir, hamısı mən oynayıram, amma Maria'da çox belə incə bir sevgi xətti var, necə deyim, o yumuşaqlıq var. Bunu mən çox sevirəm, belə. Gülün eşqi səni yolla çoxlu tutanlar çağır. Gülün eşqi səni fələyə salır. Gülü qaytar. Bu sevgilən ölçək. Yox. Bil ki, gül hər yeni baharda sənə istehza və təhqirlə gülür. Və onun gülüşü sənə olan sevgi və marağından deyil. Gülüşü ona qaytar bilməz. Premyer olduğu üçün az da olsa həyəcan var, amma düşünürəm ki, həmişəki kimi əla, super olacaq. Rolum haqqında götürdükdə, rolum belə desək, quş roludur. Yəni, orada quşlar var və quşlardan biridir. Sadəcə olaraq bu epik fəlsəfi əsər olduğu üçün, yəni buradakı quş məsələsində söhbət quşlardan gedmir əslində. Çox maraqlı əsərdir. Burada ad sanını, şan şöhrətini, cah cəlalını bir kənara atmalısın. Bax, biz onda əsl istəyimizə çatacağıq.